Salam aleyküm əziz və dəyərli izləyicilər. Sizlə mənim video bloger Vəli Hüseynov. Deməli, dünənləri mən paylaşmışdım ki, belə bir Sabirabad rayonu Heydər Əliyev prospekti 2 Bayraq Muzeyinin qarşısında əmək yarmarkası keçiriləcək. Hal-hazırda siz stendləri görürsünüz. Vətəndaşlar da gəlirlər, vakansiyalarla tanış olmaq üçün gəlirlər və burada 20 müəssisədən 120 vakant yer üzrə vakansiya başlayıb və indi isə çəkilişimizə başlayırıq. İzləmədə qaldım. İMMC-də satış müdiri vəzifəsində çalışıram. Şirkətimiz kənd təsərrüfat sahəsində fəaliyyət göstərir. Məqsədimiz fermerlərə daha məhsuldar, daha sağlam məhsul əldə etməkdə dəstək olmaqdır. Biz bazarda etibarlı, sınaqdan keçmiş və keyfiyyətli məhsullarla fərqlənirik. Mən öz komandamla bərabər fermerlərlə birbaşa işləyirəm. Məhsulların tətbiqi, düzgün formada dozalanması və nəticəsinə şəxsən nəzarət edirəm. Ölkənin bir çox bölgələrində filiallarımız mövcuddur. Bugünkü tədbirdə məqsədimiz yeni əməkdaşlıqlar, potensial işçi və tərəfdaşlarla tanış olmalıdır. Əgər siz bitki mühafizə və gübrə sahəsində əməkdaşlıq qurmaq istəyirsə, Agrofin İMMC sizə açıqdır. Hal-hazırda şirkətimizə satış nümayəndəsi tələb olunur. Təşəkkürlər. Əlaqə nömrəsi 050 998 46 86. Sabirabad məşğulluq mərkəzi tərəfindən təşkil olunmuş tədbirə qatılmışıq. Bu ara sağ olsunlar təşkil ediblər, biz də Hacıqabul Quşçuluq şirkət olaraq bu tədbirə qatılmışıq. Hacıqabul Quşçuluq şirkət olaraq çoxlu sayda vakansiyalarımız var. Buyursunlar, müraciət eləsinlər. Bizim Hacıqabul Quşçuluq şirkəti olaraq bizim filiallarımız Sabirabadın Avtacılığan kəndində də var. Ondan Hacıqabul Quşçuluq şirkətinin özündə də var. Buyursunlar, müraciət eləsinlər. Şimdi biz bugün Sabirabad məşğulluq mərkəzi tərəfindən təşkil olunmuş tədbirə qatılmışıq. Bizim Sabirabadın kəndlərindən çoxlu sayda orada müraciət edən, daha doğrusu hazırda işləyən işçilərimiz var. Sabirabadın kəndlərindən gələn namizədlərə biz daha çox üstünlük veririk. Gəlsinlər, müraciət eləsinlər. Bizim fabrika və ya Şirvanda olan bizim ofislərimiz var. Biri mərkəzi xəstəxana ilə üzbəyiz yerləşir. Birinci ofisimiz və ikinci ofisimiz bizim yerləşir Şirvanda Perla Mebel deyilən orientir olaraq deyilən bir ünvanın yanında. Buyursunlar, gəlsinlər. Əlaqə nömrəsi deməli 051 233 29 07. Bunun WhatsApp-ı da var, yəni belə telefonla da zəng edə bilər. Şirkətində İsa Röstləri müdiri olaraq çalışıram. Bugün Əminlər şirkəti olaraq əmək yarmarkasında iştirakımızda bir çox vakansiyalardan müraciət eləmişik. Burada bizdə hüquqşünas vakansiyası, IT üzrə mütəxəssis vakansiyası, marketinq müdürü vakansiyası, satıcı, kassir, fəhlər, gözətçi bir çox vakansiyalar mövcuddur ki, şirkətimizdə biz müraciət edən işçiləri işə götürməyə hazırıq. Şirkətimizdə bildiyimiz kimi 5-ci günlər qəbul günləridir. Bizim şirkətdə işləmək istəyənlər buyurun müraciət edə bilərlər. Ofisimizin ünvanı Sabirabad rayonu Qalağan kəndi çadır məscidinin yanında yerləşir. Müraciət etmək istəyən şəxslər 077 460 0274 nömrəsilə əlaqə saxlayıb ünvan haqqında və iş yerləri haqqında ətraflı məlumat ala bilərlər. Sabirabad rayonunda
Dövlət Əmək Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkası keçirilir və biz Azərpambıq Aqrar Sənaye Kompleksi adından iştirak edirik. Yarmarkada 8 ştat vahidi üzrə vakansiyada iştirak edirik. Yarmarkada iştirak edən hər kəsə uğurlar arzu edirik və Dövlət Əmək Məşğulluğu və əmək yarmarkasında əməyi olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Çox sağ olun. Traktorçu və tayaçı vakansiyası üzrə işə qəbul bizdə mövcuddur hal-hazırda və bu vakansiya üzrə də işçilərin işə qəbul edilməsi üçün iştirak edirik. Bəli, müraciət edib işə qəbul oluna bilərlər. Azərpambıq Aksiyaka Evincen Sabirabad filialı. Telefon nömrəsi 055 521 98. Mən Sabirabad Konserv Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi olaraq bildirmək istəyirəm ki, bizim cəmiyyətdə boş vakant yerlərindən kompüter operatoru və mühasib vəzifələrinə ehtiyacımız var. Bu gün Sabirabad rayonunda keçirilən əmək yarmarkasına gəlməkdə məqsədimiz odur ki, həmin ixtisasla bağlı müraciət edə bilərlər Sabirabad Konserv Zavoduna. Əlaqə nömrəmiz 050-297-95-04 nömrələri ilə əlaqə saxlaya Əsas peşədə ehtiyacımız var. Çox təhsilləri yoxdur, bizdə təhsillər bir nəfər amma sizdə artıq əməkdaşlar işsiz şəxs deyil. İstəyərsiniz əməkdaşlıq edəcəklər, hazırlayasınız. İşsiz şəxslərlə siz öz əməkdaşlarınız. Konsiyə yaxınlaşam oldu. Olmaya qadınlarla tosa yolumuz oldu. Kəslədi yaxşı. Ancaq qadın lazımdır. Təmizlikçi kimi oldu. Yolun təzədir onlarla çəklərlə. Ruslan müəllim bizə müsahibə versin. İnşallah ümidvaram ki, müraciət edən olar. Çalışaraq indi bizim bazamız vardı, oradan devam gəlməsələr də özümüz yönləndirir. Yoxsa məsələn bir yolumuz oldu. Əsas məsafə Sağlıqdan sizə olmalı. Çox yaxşı oldu. Mən Bilgəm ailəsinin yanımızda burada təşəkkürsən benim bir ildə mikrobiyoloji təzə başlamaq. Bəli, yaxın zamanda başlayacaq. Marketing rəhbərliyi bu düşünürlər. IT mütəxəssisləri sonra gələrsən. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.